Elə insanlar var ki, məsəl üçün səhv etməmək üçün risk alırlar. O bəzən faydalı olur, yoxsa bəzən pis olur. Belə deyək, risk etməyən insan səhv eləmir. Bu, qıraqdan çox normal görünə bilər ki, aha, mən risk etməmişəm, mənim səhvim yoxdur. Amma risk etməyən insan öz yerində sayır. Sən öz yerində fırlana durursan. Amma riski alan insan, mən risk alıram ki, mən buradan fayda da görə bilərəm, yaxud buradan zərərlə də çıxa bilərəm. Amma ən azından mən qabağa gedəcəm, mən bir şey öyrənəcəm. Ona görə məncə həyatda müəyyən riskləri getmək lazımdır ki, yerində saymayasan. Böyüdükcə insan anlayır ki, yaşı dolduqca mən riskə getməliyim. Təhsilimi seçərkən, iş yerini seçərkən, dostlarımı seçərkən müəyyən bir riskə girmək lazımdır ki, qabağa gedəsən. Mənə görə yerində fırlanmaqdansa, qoy mən risk alım və tamam, mən səhv edeyim, oradan uğursuz çıxım. Amma mən bilim ki, bunu elədim. Mən də istəmərəm ki, kaşkilərim olsun.